Sinif rəhbərinin yanında uşaq təhqir olunur, təhdid olunur, hədə qorxu gəlir. Qolu zorlu var, qoçuluq eləyən bu mənim uşağım oradan binadan özünü atsaydı nə olacaq? Xanım, yəni mən mütləq sizlə saatlarla danışmaq məcburiyyətindəyim, yoxsa yox, vəssalam. Dəyərli izləyicilər, mən hal-hazırda 106 saylı orta məktəbdəyim. Qaradağ rayonunda yerləşir. Bir şikayət əsasında gəlmişik bu məktəbə. Samirə xanımdır, qızı 10-cu sinifdə oxuyur, mənim qızımla bir yerdə oxuyur. Hər dəfədə təhqir, təhdid, uşaqlara olmayan sözləri deyir. 2 gün bundan qabaq uşağım qızdırması olub. Aparmışam həkimə. Dünən gəlib silkəlib ki, məndən niyə icazə almamısan? Niyə icazə almalıdır ki, Samirə xanımla sizin qızınız? Burada məndən icazə almalısınız, heç kimdən yox. Yox, məktəbin direktorudur mu Samirə, yoxsa kim? Adi bir valideyn. Adi bir valideyn. Dəfələrlə olub. Yoldaşım da zəng vurub ki, mənim uşağımdan işin olmasın. Bir bu yox, Səidə xanım. Elə bilən ki, bütün 106 məktəbin bu bəladan, bu fəlakətdən qurtarırsınız. Sizin övladınız bildiyim qədərilə intihara cəhd. Bəli, məktəb. Çünki siz bunun fəryadından ata artıq bizə səs yazmaları atdı.